Dünən Rusiya imperiyası və Sovetlər Birliyinin Azərbaycana təsiri barədə qısa məlumat vermişdim. İnşallah gələcəkdə bu barədə daha geniş danışacağıq, amma hələlik qısa məlumatlarla kifayətlənirəm. Bu gün isə Rusiyanın müasir dövrdə Azərbaycana təsirləri barədə danışmaq istəyirəm. Rusiyanın Azərbaycana müasir dövrdə təsiri Sovetlər Birliyindən dağılması ilə eyni dərəcədə, eyni dövrlərə təsadüf edir. Çünki bu dövrdə heç də Sovetlər Birliyində olan insanlar yoxa çıxmadı və ya Sovetlər Birliyi tarixdən tamamilə silinmədi. Onun yetişdirdiyi ziyalı bir kütlə, elit kütlə daha doğrusu deyim, hələ də hakimiyyətdədir. Bir çox ölkələrə baxsaq, Sovet ölkələrinə ölkə prezidentləri, baş nazirləri və deputatların böyük əksəriyyəti Sovet dövrünün yetirməsidir. Söhbət onların təkcə Sovetlər Birliyində doğulmasından getmir. Bu adi bir məsələdir ki, bizim tariximiz hələ o qədər də uzaqda deyil, Sovetlər Birliyi uzaqda deyil və normaldır ki, bu yaşda insanlar hələ də dövlətdə təmsil olunur. Söhbət bundan getmir. Söhbət bu Sovetlər Birliyinin ideoloji təbliğatını aparan insanların hələ də hakimiyyətdə qalması deməkdir. İkinci önəmli məsələ isə arxivlərin açılmaması məsələsidir. Bir çox Avropa, Sovetlərin Avropa, Baltikyanı ölkələr, Sovetlər Birliyində təmsil olunan Baltikyanı ölkələrdə bu arxivlər açıldı. Bəzi adamlar həbs edildi, bəzi adamlara isə siyasətdən getmək təklif edildi. Azərbaycanda isə bu arxivlər açılmadı. Və söhbət təkcə Azərbaycandakı dövlət arxivindən getmir. Bu həm də AXCP və Müsavat kimi qurumların öz arxivlərini açmamasından söhbət gedir. Və burada hətta Elçi bəy özünü demokrat kimi göstərən biri, Elçi bəy hakimiyyətdə olduğu dövrdə belə bu arxivlər açılmadı. Və Azərbaycan, belə deyim, böyük bir şansı əldən verdi. Və sual yarana bilər ki, misal üçün, nəyə görə bu arxivlər açılmır? Bu haqda müxtəlif nəzəriyyələr var və mən bu nəzəriyyələrin səhv olduğunu deyə bilmərəm. Bu nəzəriyyələr böyük ehtimalla doğrudur. Bunun təsdiqləyən çoxlu faktlar var. Ortada həm Elçi bəyin Sovet hakimiyyətinə işləməsi, onun bir vasitə olması, Azərbaycandakı demokratik hakimiyyəti uzaqlaşdırıb Heydər Əliyevi hakimiyyətə gətirməsi məsələsi ortada var və bu heç də sürpriz bir şey deyil. Və kiminsə üçün sürpriz sayıla bilər, mənim üçün deyil. Nəyə görə? Çünki fikir verin, Azərbaycanda Sovetlər Birliyinin əsas yetirmələri Naxçıvan və daha çox indiki Ermənistan ərazisindəki azərbaycanlılardan çıxıb. Və bu heç də həmin yerin bizim hazırki indiki Azərbaycan torpağında olan insanlardan daha savadlı, daha çalışqan olduğunu göstərmir. Qətiyyən belə deyil. Söhbət nədən gedir? Sovetlər Birliyi əsasən Azərbaycandakı casus təbəqəsini və yaxud da özünə işləyən təbəqəni, bura hətta Rusiya imperiyası da aiddir, bu zonadan götürürdü. Bunun bir çox səbəbləri var, yəni uzun səbəbləri var. Əsas səbəblərdən biri odur ki, bu Rusiya üçün önəmli idi, Moskva üçün önəmli idi, çünki həm İrana, həm Türkiyəyə təsir etmə imkanları var idi. Misal üçün, Naxçıvanda, Ermənistan ərazisində olan Azərbaycanlı kəşfiyyatçılar bəzən Türkiyə tərəfinə keçir, orada əməliyyatlar aparırdılar və İrana keçib orada əməliyyatlar aparırdılar. Bu cür çoxlu hallar var və digər mövzular da var ki, bugünün mövzusu deyil, gələcəkdə inşallah onlardan da danışarıq. Bu Sovetlər Birliyinin əsas xətti idi və Sovetlər Birliyi dağıldıqdan sonra da burada öz casus dəstəsinin itməsinin qarşısını almaq istəyirdi. Azərbaycanda həmin vaxtda Ayaz Mütəllimov və digərləri hakimiyyətdə idi.
və bu hakimiyyət daha demokratik idi, daha insanlara açılımlı idi, daha insanlarla rəğbət bəslənəcək bir səviyyədə idi. Amma ani bir şəkildə millətçilik dalğası qalxdı və Elçibəy saxta yolla hakimiyyətə gətirildi. Və Elçibəyin güya seçki yolu ilə hakimiyyətə gətirildiyi filan söhbətlər gəzir. Bu qətiyyən doğru deyil. Elçibəy seçki yolu ilə, yəni düzgün seçki yolu ilə hakimiyyətdə olmayıb. Bu zorakılıq bahasına baş verib. Bu haqqda detallarını danışacağıq. Burada heç bir demokratiyadan söhbət gedə bilməz. Və Elçibəy hakimiyyətə gətirildikdən sonra Azərbaycanda çox ifrat dərəcədə yanlış bir siyasət yeridilməyə başladı. Və bu yanlış siyasət ətraf ölkələrin ərazilərinə qarşı iddialar və ağılsız açıqlamalar, sayıqlamalar, Managua tipində, Elçibəyin bu məşhur Managua tipində sayıqlamalarla nəticələndi. Və bunun əsas səbəbi ondan ibarət idi ki, Elçibəyin əsas vəzifəsi ondan ibarət idi ki, Heydər Əliyevin gəlməsi üçün şərait yaratsın. Həm İran, Türkiyə və digər ölkələri qorxutsun ki, burada rəqabət yoxdur. Ondan başqa heç kim ortada ola bilməz və burada ondan ağıllı heç kim yoxdur. Əslində isə məsəl üçün Ayaz Mütəllimov və digərləri Azərbaycanda digər çox gözəl və savadlı insanlar var idi. Bu tamamilə yanlış fikirdir ki, güya Əliyev yeganə təcrübəli və ağıllı adam idi, dünya siyasətindən biliyi olan adam idi. Və Rusiyanın Azərbaycandakı casusları da bu prosesi uğurla dəstəklədilər. Və bununla da Heydər Əliyev hakimiyyətə gətirildi və əhali arasında legitimlik qazana bildi. Bax, bu çox önəmli məsələdir. Nəyə görə? Çünki əhali artıq düşünməyə başladı ki, müxalif qüvvələr çox yararsızdır və biz nə olsa da, yəni Heydər Əliyev kimdir, nəsidir bilmirik, amma belə daha yaxşıdır, belə bir qərar verək ki, o qalsın hakimiyyətdə. Və Rusiyanın bu təsiri də uzun illər ölçülmüş bir təsirdir. Yəni bu gün də Azərbaycanda aparılan təsirdir. Misal üçün sizə xırda bir misal verəcəm mövzudan kənarlanaraq. Azərbaycanda Rusiya Ukraynaya girməmişdən öncə, hansı ki güclü hələ də bilirdik, yəni Rusiyanın gücü 3 qat, 4 qat bilinirdi, indikindən daha çox bilinirdi. Həmin dövrdə Azərbaycanda rus dilinin qadağan edilməsi üçün çoxlu insanlar ortaya düşmüşdü. Burada Elçin Qədəli başda olmaqla digər insanlar var idi. Və bir müddət sonra Rusiya Ukraynaya girdi və bundan sonra Rusiya orada zəifləməyə başladı, əldən düşməyə başladı. Və bu gün mətbuata baxın, Azərbaycanda rus dilinin qadağan edilməsi ilə bağlı heç bir tələb ortada yoxdur. Məntiqlə Ukraynaya girməmişdən öncə, Rusiya Ukraynaya girməmişdən öncə rus dilinin qadağan edilməsini çağırış edənlərin düşünməsi lazım idi ki, Rusiya güclü bir ölkədir hal-hazırda, heç bir münaqişədə yoxdur və bu Azərbaycana müdaxilə ilə nəticələnə bilər, bizim üçün təhlükəlidir. Digər məntiqlə isə Rusiya Ukraynaya girdikdən sonra, zəiflədikdən sonra rus dilinin Azərbaycanda qadağan olunması məsələsi daha çox gündəmdə olmalı idi. Daha çox danışılmalıdır. Çünki Rusiya zəifləyib. Rusiya artıq əvvəlki gücündə deyil və bu bir fürsətdir ki, rus məktəbləri bağlansın. Amma baxın, Azərbaycanda bu mövzuda danışanlar, Elçin Qədəlisi və digərləri tamamilə ortadan siliniblər. Və sizə deyim ki, bu insanların çoxunun özünün uşaqları rus sektorunda oxuyan uşaqlardır və onların qeyri-səmimi olduğu açıq-aşkar görünür. Misal üçün, Natiq Cəfərlinin öz uşağı rus sektorunda oxuyur və bu barədə də heç bir sualı cavablandırmaq istəmir o. Mövzudan çox yayınmaq istəmirəm. Burada əsas məsələ nədir? Rusiya özünə qarşı millətçi dəstələri yaradır və bu Avropada fərqli aparılır. Azərbaycan və digər ölkələrdə fərqli aparılır. Misal üçün, NATO ölkələrində bu millətçi dəstələr, demokratik dəstələri
uzaqlaşdırmaq üçün fəaliyyət göstərir. Bunun üçün Rusiya millətçiləri dəstəkləyir. Hər zaman onlara xidmət etməyə çalışır ki, məsəl üçün Fransada, Almaniyada millətçi dəstələri uzaqlaşdırsın. Çünki NATO ölkələrinin böyük bir silah gücü var, nüvə gücü var və Rusiya başa düşür ki, onlara sərt müdaxilə, silahlı müdaxilə edə bilməz. Amma Azərbaycan kimi, Qazaxıstan kimi, Ukrayna kimi ölkələr, hansı ki Rusiya asanlıqla silahlı müqavimət göstərə bilər onlara, müdaxilə edə bilər daha doğrusu. Bu ölkələrlə bağlı siyasət tamam başqa cürdür. Nəyə görə? Rusiya özünə qarşı olan dəstələri yaradır və özünə qarşı qaldırır. Necə ki bunu Ukraynada etdi və sonra da ora müdaxilə edir. Məsəl üçün ölkə daxilində bir ajotaj yaradır. Rus dilini qadağan eləyək, rus dili məktəbləri bağlayaq, rusları ölkədən qovaq. Və əslində bunun arxasında rusların özü var. Yəni öz kəşfiyyatı var. Və sonra da deyir ki, baxın, mənim insanlarımı öldürdülər, mənim insanlarıma qarşı təzyiq var, rus dilini qadağan etməyə çalışırlar, bu demokratik deyil və müdaxilə etməyə başlayır. Azərbaycanda da bu ssenari baş verib. Məsəl üçün 20 yanvar hadisələri baş verdiyi zaman və digər Sumqayıt hadisələri baş verdiyi zaman bunu yaradan hazırda müxalifətdə olan qüvvələr, özünü türkçə adlandıran qüvvələr, əslində isə Rusiya tərəfindən idarə olunan qüvvələr qəsdən bu vəziyyəti yaradırdı ki, Rusiya ordusu müqavimət göstərsin və müdaxilə etsin Azərbaycana. Və bu üsul hazırda da aparılmaq istənilirdi Ukrayna müharibəsindən qabaq. Və Ukrayna müharibəsindən qabaq Rusiya güclü olduğu müddətdə, yenə deyirəm, bunu dəfələrlə təkrarlayan müxalif qüvvələr Azərbaycanda nədənsə indi susublar. Bu çox qəribə bir şeydir. Və məntiq göstərir ki, mən dediyim həqiqətdir. Digər tərəfdən isə Elçibəyin Sovet kəşfiyyatına, daha sonrası Rusiya kəşfiyyatına əməkdaşlıq etdiyi haqda çoxlu faktlar var. Bu barədə Zərdüşt Əlizadənin də çıxışını paylaşmışdım və digər çoxlu insanlar da hansı ki keçmiş dövlət sistemində işləyib, dövlət idarələrinə əlaqəsi olub, kəşfiyyat qurumlarında işləyib, KGB ilə əlaqəsi olub. Onlar da bu məsələni dəfələrlə müxtəlif dövrlərdə təsdiqləyiblər. Uzun sözün qısası, bugün demək istədiyim bir qədər çox əhatəli mövzudur. Çünki Sovet dövründən Rus imperiyasından fərqli olaraq müasir tariximiz barədə daha çox məlumat var. Müasir tariximiz daha hərəkətlidir. Yəni hər yerdə olduğu kimi texnologiya inkişaf etdiyinə görə daha hərəkətli mövzular alınır. Və ola bilər ki, bir qədər qarışıq danışıram, çünki bunu qısa müddətdə keçməliyik. Daha sonra detallardan danışa bilərəm. Amma uzun sözün qısası, Rusiyanın Azərbaycanda dəstəklədiyi qüvvələr Azərbaycanda həm müxalif, həm də iqtidar qüvvələrdir. Və burada həm iqtidarda olan hakimiyyət, yəni İlham Əliyevin idarə etdiyi hakimiyyət, həm də Əli Kərimli, İsa Qəmbər kimi, Tofiq Yaqublu kimi insanlar Rusiyanın məqsədləri üçün xidmət edirlər və bunların özlərində xəbəri var. Bu birmənalıdır. Bu qüvvələr uzun müddət əhalini manipulyasiya etmək üçün yaradılmış qüvvələrdir və bir tərəfdən insanların iqtidar barədə ümidlərini qırırlar, digər tərəfdən də müxalifət barədə ümidlərini qırırlar və əhalinin bu iki qüvvə arasında qalmağa məcbur edirlər və üçüncü qüvvənin olmamasına çalışırlar. Real hərəkatı daha əvvəl bu qüvvəni qıracaq bir qüvvə yaratmışdı, bir hərəkət yaratmışdı, amma təəssüf ki, bu hərəkatın effektivliyi yoxdur və bu hərəkatda da artıq Rusiyaya işləyən insanların mövcudluğu var. Daha doğrusu mövcudluğu əvvəl də vardı, indi isə daha da artıb, 1-10 artıbdır. Və Azərbaycan əhalisi də bunu başa düşməlidir. Yəni biz Rusiya ilə münasibətlərimizdə nə danışdığımızı, nəyi necə etdiyimizi başa düşməliyik. Burada hər hansısa bir çıxış, hər hansısa bir millətçi hərəkat düşünülməmiş addımlar atdıqda bu bizim ziyanımıza olacaq bir addımlardır. Və həmçinin Azərbaycanda nə iqtidar,
nə də müxalifət güvəniləcək bir qüvvə deyil. Bizim güvəniləcək qüvvəmiz yalnız özümüzük. Azərbaycan insanı özü lobbiləşməyi bacarmalıdır. Bunun üçün nə mitinqə çıxmaq lazımdır, bunun üçün nə əlinə silah alıb döyüşmək lazımdır. Bu sadə şəkildə insanların bir-birini məlumatlandırması və tədricən bu insanların ilk olaraq psixoloji blokadasının aradan qaldırılması, daha sonra isə insanlara qarşı yaradılmış sistemin dağıdılması ilə nəticələnəcək. Və bu o qədər də çətin deyil. Çünki Azərbaycan xalqı işlək xalqdır, ağıllı xalqdır. Sadəcə bu manipulyasiyanın təsiri nə qədər tez itərsə, biz də o qədər daha çox qazanmış olacağıq.